Məhərrəm ayının 8-də Kərbəlada düşmən ordusunun sayı biraz da artır. Qan qoxusu gələn bu səhrada İmam Hüseynin çadırları dörd bir yandan düşmənlə əhatə olunur. Şiə mənbələrinə görə düşmən qoşununda 30-35 min, imamın tərəfində isə 72 adam var idi. Məhərrəm ayının 9-da Şimr İbn Zilcövşən özünü Kufədən Kərbəlaya çatdırdı. O, İbn Ziyadın göndərdiyi məktubu Ömər Sədə və silahdaşlarına oxudu. Məktubda belə yazılmışdı: Əgər Hüseyin Yezidə beyyət etməsə, onunla döyüşün və işini tezləşdirin. Bu məktubla birgə İbn Ziyad Ömər Sədə xəbər göndərdi ki, danışıqlar dayandırılsın və qərar dəyişdirilməsin. Şimrin təzyiqi ilə Ömər Səd ordunu döyüşə hazırladı. İmam Hüseynin çadırlarına tərəf hərəkət başladı. Bu, düşmənin hücuma hazırlaşdığını göstərirdi. Döyüş surları çalınır, hücum üçün ordu düzülürdü. İmam Hüseyin qardaşı Əbəlfəzl Abbası düşmən tərəfə göndərdi və bir gecəlik möhlət istədi. Möhlətin səbəbi bu idi: İmam gecəni dua, Quran tilavəti və ibadətlə keçirmək istəyirdi. Bu gecə həm də səhabələr üçün son ayrılıq, son hazırlıq və Allahla görüşə, yaxınlaşmaq fürsəti idi. Ömər Səd tərəddüddən sonra bu istəyə razı oldu və döyüş 10 Məhərrəmə, Aşura gününə qədər təxirə salındı. Şimr İbn Zilcövşən bu gecə Həzrət Abbas və anası Ümmülbəninin digər oğullarına xitabən aman məktubu təqdim etdi. Məktubda yazılmışdı: Əgər Hüseynin yanından ayrılarsınızsa, sizin üçün əff və təhlükəsizlik var. Həzrət Abbas bu təklifi qətiyyətlə rədd eləyib dedi: Sən və sənin aman məktubun bizə lazım deyil. Allah sənə də, məktubuna da lənət eləsin. Biz Hüseyni tərk etməyəcəyik. İmam Hüseyin həmin gecə bütün səhabələrini və ailə üzvlərini bir yerə toplayıb buyurdu: Sabah biz mühasirədə qalacağıq. Mən sizə icazə verirəm ki, gecənin qaranlığından istifadə edib çadırlardan çıxasız. Bu mübarizədə yalnız mən hədəfdəyəm. Siz gedə bilərsiniz. Amma səhabələrin və ailəsinin hamısı bir ağızdan cavab verdi: Səni tək qoymarıq Hüseyncan. Hətta 1000 dəfə öldürülüb dirilsək də səni tənha qoymarıq. Tasua günü çadırlarda su qalmamışdı. Fərad çayı düşmənin nəzarətində idi və imamın ailəsinə su verilmirdi. Uşaqlar və körpələr susuzluqdan inləyirdi, əl-ətəş səsləri çadırlarda səngimirdi. Əbəlfəzl Abbas bir neçə dəfə çaya doğru hərəkət etsə də, düşmənin sıx mühasirəsi səbəbindən su gətirmək mümkün olmadı. Tasua gecəsində Əbəlfəzl Abbasın vəzifəsi çox ağır idi. O, həm əmanətlərin qoruyucusu, həm də gecə çadırların keşikçisi idi. Tarixi mənbələr yazırdı: Düşmən ordusu bir neçə dəfə sükutu pozub yaxınlaşmaq istəyəndə Abbas dərhal onların qarşısına çıxmışdı. Bütün səhabələr bilirdi ki, Abbas durduğu müddətcə düşmən çadırlara yaxınlaşa bilməz. Ətrafda bir neçə səhabə də onunla növbələşib keşik çəkirdi. Amma Abbasın varlığı hamı üçün ruhi arxayınlıq idi. O gecəni imam və bütün ətrafı dua, zikir, ibadət və Quran oxumaqla keçirdi və bu, aşiqlərin son gecəsi idi.